Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü sorğumuz jurnalistika ilə bağlıdır. Bəzən bir jurnalistin səsi minlərlə insanın fikrinə təsir edə bilir. Hər kəsin güvəndiyi, yaddaşına qalan bir jurnalist vardır. Bəs görəsən bu jurnalistlər kimlərdir? Gəlin bu sorğunu daha da yaxından öyrənmək üçün şəhər sakinlərinin fikirlərini dinləyək. Televiziya məkanında ən çox bəyəndiyim jurnalist deyə bilmərəm, amma bəyəndiyim jurnalistlər var bir neçə. Əsasən xəbər aparan jurnalistlərdir. Nəyə görə? Düşünürəm ki, xəbər aparıcıları daha ciddi, daha televiziyanı düzgün təbliğat aparan jurnalistlərdir. Tutam ki, bizim çox aparıcılarımız var da televiziya məkanında, sosial verilişləri aparan və yaxud hansı başqa şou biznes verilişləri aparan. Düşünürəm ki, televiziya üçün biraz daha ciddi format olmalıdır. Yəni insan oturub daha yaxşı bir sözlər eşitməlidir. Yəni məişət dilində yox, daha çox elmi dilində. Çünki bu yəni televiziyadır. Bu parkda oturub heç kim danışmır ki, bu televiziya olmalıdır, daha ciddi olmalıdır. Ona görə xəbər verilişini aparıcıları çox bəyənirəm. Amma professional olaraq jurnalist birini seçsəydim, mənim üçün professional olaraq seçdiyim bir jurnalist varsa, o da Xoşqədəm Hidayət qızıdır. Çünki düşünürəm ki, bir jurnalist kimi çox professional insandır. Düzdür, sosial verilişi var, çoxu bəyənir, çoxu bəyənmir. Amma mən bəyənmirdim onun sosial verilişini, düzdür. Amma yenə də professional kimi sosial verilişini qoysaq bir qırağa, professional kimi çox düşünürəm ki, yaxşı professionaldır jurnalistika üzrə. Teleməkanlarda qaldıqda aparıcılara, şou aparıcılarına o qədər də belə ciddiyyətlə yanaşmıram, yəni onlara çox maraq göstərmirəm. Əslində bizə siyasi, maarifləndirici verilişlər var ki, sosial şəbəkələrdə də, adi televiziyada yayınlanmasa da, sosial şəbəkədə çox ciddi müzakirələr gedir, debatlar olur. Yəni izlədiyim çox vaxtı onlardır. Çünki insanlar oradan nəysə maariflənə bilir, nəysə əldə edə bilir, götürə bilir. Qaldı o televiziya aparıcılarının düzü heç də maraq göstərmirəm, izləmirəm də o qədər də. Çünki bayağı insanlara çox da elə yersiz hərəkətlər var ki, televiziyada. Yəni insanlar üçün o da lazım olmayan bir şeylərdir. Teleməkanda özündə ehtiyac deyil o cür hərəkətlərə. İndi bəzilərinin ixtisara salıblar o heç. Qaldı sosial şəbəkədən izlədiyim var, xoşum gələn, bəyəndiyim var. Məsəl üçün siyasət aləmində aparıcıları Səidə Bəşir qızı vardı o heç. Əsas Heydər İsmaildir. Yəni bu ikiləri ən yaxşısını yəni Heydər İsmail, çünki siyasətdir, onun önəmli qonaqları olur, cəmiyyət üçün yaxşı faydalı müzakirələr olur. Yəni belə. Mənim ən xoşladığım jurnalist məncə Çingiz Mustafayevdir. Çünki o Azərbaycanın bu müharibə dönəmində həmin faktları bütün dünyaya çatdırırdı. Yəni qəhrəmancasına ön cəbhədə çəkilişlər edirdi. Ona görə mənim üçün həm vətənpərvər ruhlu olduğuma görə, həm də o əməklərimə görə Çingiz Mustafayev yaxşı jurnalist sayıla bilər.